Yığılmışız Zahir Paşayev'in başına. Allah sana sağ olasın. Sağ ol, sen nasıl olasın? O günlerin sınıfımızın tevahlı oğlu kamera çekip devlerden ahıra falan etmesen içeri girmek, sözde görüşmek, kucaklaşmak, öpüşmek falan. Kimin değil? Elhan sen değil. Baktırdım orada uzun takmadım. Ama kimin Bana değil? gittiğim yerde çalışıyorum arkadaş. Bu da maşallah sakin yağış yağır. Nur yağır, nur. Güzel hava, güzel dostlar. Yine bir aradayız. Zahir Paşayev'in başına yığılmışız. Sağ ol Ay Paşayev, sağ ol. Hoş, güzel insanlar için hem şey kapımız ucuz açıktır. Bilseydim getirerdim. Bana koşuları aldıracağım bir şey. İyi hissediyorum. Hazırdır Haloğlu. Adalet. Ama oğlumun çiftliği balı, vaziyeti. Şükür ama oğlum. Salamat. Allah sana sağ olasın. Sağ olun, var olun. Ben sadece bunu örtüme değilim ki aydınca dedim. Dedim ha ikimizin bir aydın derdim bunlar, onu değil. Allah canınızı sağ olasın dostlar. Şatsılar. Yine bir aradayıq. Allah səbəbkarın canını sağ olasın. Səbəbkar da Ziyadxan qardaşımızdır. Bizə kətdə əmək olan, o nə bilim suda, bisetkada, qəbirstanlıqda zəhmət əziyyəti olan insanları bir araya yığıb, bir də dostlardır, kimin ürəyi istəyib gəlibdir. Allah canını sağ olasın. Ziyadxan çox sağ ol qardaş. Allah köməyin olsun. Sağ olun. Allah kətdən, eldən, obadan əski eləməsin. Bir özümün əlavəsini eləyim ki, bizim bəzən belə bir söz var, deyirlər ki, filan kəs nətər adamdır, mənim aləmimdə sən və sizin ailəniz o zərərsiz deyim də, dəymə mənə, dəyməyim sənə. Bu prinsiplə biz əskərlikdə də mən onu müşahidə eləmişəm. O adamlarla heç kimin işi olmur. Sən və sənin Simanda eləmi oğlu da, ailəniz də öz həyatını yaşayan, heç kimin xainliğin, paxıllığın çəkmədən, heç kimin nətər deyərlər, dedikodudan uzaq, belə nətər deyərlər, bir insanlar üçün mən sizi təsəvvür edirəm. Allah canınızı sağ eləsin. Vacib deyil, hamıya xoş gəlmək üçün nələrsə eləyəsən. Əsas məsələ odur ki, haqlı olasan, ədalətli olasan, dürüst olasan. Nuş olsun. Allah canınızı sağ eləsin. Kimin ürək sözləri var buyursun. Sağ olun. Hak verdi. Allah hamınıza can sağlığı versin, hamınıza. Bizim hamımızın əbədindən çəkişi elədir. Daha heç olmasa imkan vermedin ki, biz köyde biz kapattık. Allah kömək olsun. Allah hamınızdan razı olsun. Həmişə belə məclislərdə olun. Allah o
Kətdə işləyənlərə qonaqlığı köz verib eləməyənlər də eşitsin. Yavaş-yavaş eləsinlər. Gözəl sağ olun. Vallahi. Ama oğlum belki sen Valla bir xeyli müddətdir, elə baş qaçışıq oldu ora-bura. Özünüzü bilirsiniz, har səhətdə bir dəfə toplaşıyorduk, indi toplaşa bilmədik. Müəyyən səbəblərdən əlaqədar olaraq. Bugün toplaşmışıq, vallahi mən çox şadam. Allah həmişə belə şad günlər bizə qismət eləsin, yeyib içmək qismət eləsin. Ürək istəyən dostlar, yoldaşlara Hacı Cəmilin bu qapısı açıqdır. Biz də burada, Allah qəni qədər rəhmət edin. Biz də burada borcumuzdur ki, gələn qonaqlarımızı yola saraq. Allah canı sağ eləsin. Buyur Paşayev, sen de kısa olarak. Valla qısa nə deyim ki, mən də xoş gəlmişsiniz. Mən də onlara həmişə can sağlığı arzulayıram. Zəhmət çəkiblər, kəndimizin adını uzaq tuturlar. Zəhmətləri böyükdür. Halal eləsinlər bu cəmaata, yaxşı yoldaşlarına fəxr edir. Sağ olun, var olun. Əliniz qolunuz var olsun, işinizi davam edin, xeyirli işlərinizdir. Bəli, bəli. Orada Paşayev gözəl danışdı. Sən də ondan gözəl danışdın. Rüfət Təkeşir bizə söz qoymadı. Amma mən həmişə demişəm, indi də deyəcəm. Allah Teala şeytanı bırakıb ki, ala qərişdirməyə. Olmalı. Yox, sözümə qulaq as. İstəyirsən sən 100 dəfə də Allaha islah eləsin. Mən 100 dəfə deyim, o şeytan islah eləməyəcək. Allah şeytanı bizdən uzaq eləsin. O getdi. Amin. Allah ziyadxanada dəyməsin. Allah Amin. Görsən, birdən ora yazırlar, Niyazi 20 manat. Filan yerə kömək elə. Amma bugünkü bu məclisi ziyadxan 100 manat, heç keç yazsın. Ziyadxan bu məclisi nəyə görə verildi? Cəmaatı əziyyət çəkib, gedib orada işlədiyinə. Allah canı sağ eləsin. Qədir bilən kətçilərimizin hamısını. Bundarı kəndi üçün əziyyət çəkənlərin hamısı əziz olmalıdır. Söhbət burada olanlardan getmir. Kim ki kəndimiz üçün nə isə görürsə, hansısa bir işi görürsə, Allah onun kömək olsun. Bunun başqa bir sözü yoxdur. Ölənlərinə də rəhmət eləsin. Cəmaat 1000 il ilə qazandığın bu insanlar 5 gündə qazanır. Yəni o suyu içən də önümüzə rəhmət oxuyur, o besetkada oturan da, o qəbristanlığı görən də. Mən də deyirəm, Allah ölənlərimizə rəhmət eləsin, sizə də can sağlığı versin. Allah ziyadxanada dəyməsin. Sağ olun, sağ olun. Sizə nə qonaqlıq verir, o bizlik deyək də, biz kəndimiz. Allah köməyiniz olsun. Çok güzel çıkış. Kasıb orada kasıb verə bir şey olsun, qabağa getməsin. Sən fikir ver. Bunları çəkəndə qəşəng baxır, mənim çəkəndə əyli baxır. Yəni, nə hesab var ki, sənə ayrı bax. Ya, ondan da heç nə olar. Mən nəyəm? Sən çox istəyirsən. Mən nəyəm zavallı elə buyam, qabağını duruyam. Hələ hamı budur, artıq deyək. Yox, hamıdır. Burada heç bir ödüm daxan deyək. Bir insan olasan, insan danışanda səhvi olur. Yəni, Sən səhvsiz insan yox. hə, mənim səhvimdən də olursa onu bağışlaya bilmirsən, satan nəyə oturmuşsan da, odur çıx get də. Daha bir neçə adam çalışır ki, kirvəmlə. Bizim aramızda ona göre bilirlerse bizim aramız yok. Aramız olsa Qarın ağrısı, bak buranı, sən nəyinə lazımdır ziyadxan məni hara aparır? Niyə gəldin? kişiliğim olsa cevap vereceğim ki bu belediye vereceğim. Olmasa da. Başka. Yox, axı bu nə qazanırlar ki? Bax, Casiflə niyə?